Necə xəbər olmadı, hə? Yaman. Bütün hamının xəbəri oldu, onun xəbəri olmadı, hə? Mənim necə xəbərim oldu? Mən oradaydım da, gəlsəydi mən görərdim. Mən cəhənnəm atan görərdi da. Yox, yox, o gəlib. Gəlib, o gəlmiş olar. Onun xəbəri olsa mütləq gələr. Sən görməmsən yəqin onu. Bəlkə də gəlib məni tapmayıb, çıxıb gedib, amma mütləq gəlmiş olar. Mən necə tapdım səni, hə? Bəs mən necə tapdım? İstəyən gələr, tapar. İstəmir. İndi bilsən hardadır? Yoldaşının yanında. Sözlərinə fikir ver. Mən sən heç pis olmanı istəyərəm. Amma sən istəsən də, istənməsən də qəbul elə də. O indi başqasının yanındadır. O indi başqasının əlini tutur. O sənin həyatından da, ürəyindən də silib qəbul elə. Mən onun niyə evləndiyini bilirəm. Cəzamı da çəkirəm. Amma bir şey bil ki, Toğrul heç vaxt məni yadından çıxartmaz. Çıxarıb. Çıxarması niyə yoldaşı ilə bütün günü bir yerdə də, hə? Sus. Parkda gördün mü onları? Əl-ələ tutmuşdular, deyib gülürdülər. Sus. Sus. Mən bunu sənə sübut eləyəcəm. Onun iç yüzünü sənə açıb göstərəcəm. Görüm ondan sonra da mənə inanacaqsan ya yox. Sus. İşədim. Yaxşı. Yaxşı, yaxşı. Sen burada kimden danışsan ha? Lamanla danışıram da. Həkim demişdi, belə mütəmadi danışın, yaxşı olacaq, xeyirdir. Mən də deyirəm ki, narahat olma. Hər şey yaxşı olacaq, gözünü açacaqsan, danışacaqsan. Ürək dirək verirəm. Həkimlər deməsə də insan yenə də danışmaq istəyir, ha? Of. Bircə qızım gözünü açıb baxaydı, danışardı. Heç olmasa bircə kəlmə söz deyərdi. Hə, gəl, bax. Toğrul müəllim, Cahangir müəllim yuxarıdadılar. Xavər xanımın da otağı yuxarıdadır. Şahmar müəllim burada qalır. Ora mətbəxdir, orada qonaq otağıdır. Otağın da tanıdın da uşaqdır, bildin? Bax, gələndə sakit, dinməz, söyləməz, keçirsən otağına. Sənə nə çətinliyin olsa, nə bir şey olsa mən kömək eləyəcəm. Nə problemin olsa mənə xəbər elə. Yəni, mən mətbəxdə oluram həmişə. Bir də onu deyim. Xavər hara buyurdu, dinməz, söyləməz, sual vermədən get. Yaxşı? Yaxşı olmaz. Toğrul müəllim söz soruşmasa cavab vermə. Acıqları tutur elə şeydən başa düşürsən. Başa düşdün nə? Başa düşdüm, başa düşdüm. Bax belə. Salvat. Bəli, Cahangir müəllim. Solmaz xanım otağımı göstərdi mənə. Sana söz diyecektim. Sen nerede burada kalacaksan? Bəli, Solmaz xala qoymadı ki, təmirxanada qalım, dedi, bura yaxşıdır. Siz mənim burada işləməyimi istəyəndən sonra sizə yox deyə bilməzdim. Çox sağ olun Cahangirəm, hər şeyə görə. Mən həmişə atalıq eləmişsiniz. Sen de sağ ol. Sağ ol. Solmaz xala, mən aşağıdayım bu otağımda. Hə, bala. Yaxşı. Buyurun Cahangir müəllim. Sen neyini istiyorsun ha? Sen neyini istersen olmaz. Buna öz basanlıqdır. Neynəmişəm ki Cahangir müəllim? Daha neyini yiyeceksen? Getir uşağı buraya getirmişsən. Onu burada yerleştirirsən. Nedir bu evde bu kararları artık sen verirsen ha? Allah eləməsin Cahangir müəllim.
Mən nə karıyam ki, qərar qəbul edeyim. Həm də gördüm siz oğlanı çox istəyirsiniz. Sizin hamıdan çox ürəyiniz yanır ona. Mən də dedim sizə xoş gələri. Gördüm də o bütün işlərinizi atdınız, getdiniz qəbirstanlığa. Solmaz. O başqa iş, bu başqa iş. O, mən öz insanlıq borcumu yerinə yetirdim. Cahangir müəllim, Allah sizdən razı olsun. Bilirəm, siz çox mərhəmətli insansınız. Vallahi o elə özü də dedi ki, atam rəhmətə gedəndə məni Cahangir əmiyə tapşırdı. Cahangir əmi də mənə həmişə arxa dayaq oldu. Mənə atalıq elədi. Mən istədim ki, sizə xoş gələn eləyim, Cahangir müəllim. Vallahi Cahangir müəllim, indi ki belə əsəbləşirsiniz, qələt eləmişəm. Uşağa deyərəm, çıxıb gedər. Yox, daha sən elə div eləmsən. Bunlar azmış ki, hələ bir gedib uşağa demişsən ki, bunların hamısını mən sənə tapşırmışam. Bax, sənə deyirəm. Bundan sonra bir də belə işlər görmə. Əgər bir də bizdən xəbərsiz iş görsən, onda məndən incimə. Baş üstə, Cahangir müəllim. Baş üstə. Mən bu yataqdan qalxacam. Qalxacam. Vay kızım. Birce sağalıp ayağa dursaydın hiç derdim olmazdı. Böyle zəng eləyərsən, Alo. Ne istəyirsən? Qulaq as. Axşamüstü gələrsə mən dediyim ünvana. Pul gətirəcəm. O işte bitsin, getsin. Bildin? Vermeyip ne edəcəksən? Belə taparsan, İnsan istəsə hər şey eləyər. Pulumu almaqdan ötürü mütləq sənə hədə qorxu gəlməliydi. Rıza, az danış da. Bitti deyirəm. Belə yola gələrsən, Of ata, of. Of, kimdən pul alırsan axı sən? Nə işlər görürsən? Xala nə əziyyət çəkirdin? Ay bala, nə əziyyət dedim. Çox sağ ol. Soyuqdasan da, bir stəkan qəşəng çay iç. Çox sağ ol. Nasıl olsun? Bir saxlayayım, aç. İç. Sağ olun. Salam. Sağ ol. Toğrul müəllim, Əhmədin yerinə işə düzələn təzə sürücüdür. Lap yaxşı.
Xeyirli olsun. Sağ ol. Ala bana çayını iç. Salam əmi oğlum. Sağ ol. Salam əmi. Nə qədər əmi oğlum? Belə də şükür, salamatçılıq. İstəyirəm bir şirkətə gəlim. Neçə vaxt işlər tökülüb qalıb sənin üstündə. Özü yaxşı hiss edirsənsə, hə, heç problem yoxdur. Sən hazırlaş, yaxşı bir iclas eləyək. Mənim gözüm üstə. İçəri gəlirsən? Ya buralardayım, biraz hava alıram, keçim. Yaxşı, gəl bax. Nətərdir vəziyyət? Sağ ol, çox sağ ol. Yaxşı. Şükür. Dil tapa bilirsən, hə? Neynirsən, nə axtarırsan? Hiç uzun kağızlarını axtarırdım, tapamıyorum. Yəqin arası qoymuşam. Gəldilər desin. Hoş geldiniz. Xoş gördük ana. Sən deyəsən bizim yolumuzu gözləmirsən ha. Ay yox ha. Yolunuzu niyə gözləyirəm ki? Elə-belə düşüb gedirdik də. Xavər elə bilsən, oğlun səni tanımır, hə? Yaxşı, yaxşı. Bax gördün ana, narahat olmalı bir şey yoxdur. Hər şey qaydasındadır. Çox şükür. Çox şükür ki, xoşbəxtsiz. Xavər xanım, üzürlü sayın, dünən gələ bilmədiyimizi xəbər verə bilmədik. Narahat olma qızım. Əsas odur ki, bir yerdəydiniz, barışmısınız. Əsas da odur ki, bundan sonra hər şey yaxşı olacaq. Ata, sən istəyirsən məni gözlə, əynimi dəyişim gəlim, bir yerdə gedək ofisə. Hələ tezdir oğlum. Yox, hələ tezdir. Niyə tez tələsirsən ki? Mane olma, uşaq gör nə istəyir, bu onu da eləsin. Hı? Yaxşı, mən sənə aşağıda gözləyirəm. Yaxşı. Qızım, necəsən? Yaxşıyam. Necə oldu? Yaxşı oldu hər şey. Yeməklər çox dadlıydı. Səhər yeməyi də, axşam yeməyi də. Çox sağ ol. Nəsə bir problem yaranmadı? Yox, çünki biz Toğrul'la təzə bir səhifə açmışıq. Nə gözəl. Mən çox sevindim. Hələ bu nədir? Bundan da yaxşı olacaq. Hər şey yaddan çıxacaq. Elə bil heç nə olmayıb. Yalnız ikinizsiz. Vəssalam. İnşallah. Əgər nəsə problem olsa, danışmaq istəsə, mən həmişə sənin yanındayım, həmişə buradayım. Yaxşı Xavər xanım, çox sağ olun. Mən bir dənə Toğrul'a baxım. Get qızım, get. Ha, indicə çıxdılar. Yəqin dərman almağa getdilər. Yoxdur o biri də. Sən Allah, məndən uzaq olsunlar tək. Yox da Səid. Yo, olmaz. 5 dəqiqə deyirsən, sən 5 dəqiqə qalmırsan axı, gələndə getmək bilmirsən. Yaxşı, gecə gələrsən. Yaxşı, danışarım onda sonra. Yaxşı, sağ ol. Mən sənə ürəyimi açdım, Eləman, ürəyimi. Sən nə elədin? Sən məni məhv elədin. Sən məni məhv elədin, məhv. Niyə?
Ha? Niyə belə elədin? Ben her şeyi sen sevdiğime göre eləmişəm. Her şeyi. Sən məni heç vaxt sevməmisən. Sən məni heç vaxt sevməmisən. Hər şey yalanmış. Hər şey yalan imiş. Ben seni itirmemek için eləmişəm her şeyi. Seni itirmemek için. Məni itirməmək üçün. Mən sənə güvənmək istədim. Mən sənə güvənmək istədim, Ləman. Sən neynədin? Ha? Sən neynədin? Sən hər şeyi məhv elədin. Hər şeyi məhv elədin, məhv elədin. Bundan sonra mən sənə heç vaxt güvənməyəcəm. Heç vaxt. Sən məni sevməmsən. Sən məni heç vaxt sevməmsən. Sən mənim adımı, sanımı, şanımı, şöhrətimi, varımı, dövlətimi sevmirsən, Ləman. Sən məni heç vaxt sevməmsən. Mən artıq səni sevmirəm. Çox sağ ol. Dəyməz. Deyirəm, bəlkə bugün də getməsən işə. İstirahət eləyəsən. Yox, Ebanu getməliyəm, şirkətə getməliyəm. Atam da aşağıda gözləyir məni.
Neyniyim, səndən ayrı qalmaq istəmirəm də. Həmişəlik ayrılmırıq ki. Hələ o qədər gözəl günlərimiz olacaq. Hər şey yaxşı olacaq. Bundan sonra ömrümün hər anını səndən keçirmək istəyirəm deyə mən də səndən gəlirəm. Başa düşmədim. Etiraz istəmirəm. İşə mən də gəlirəm. İcazə ver, hazırlaşım. Gözləyirəm. Nə olub Şahmar? Yenə nə istəyirsən? Nə kəm hövsələsən ha, səbirsizsən. Deyəcəm də, indi gəldim ki. Deyəcəm. Mənə bax, acdığın zadın yoxdur ki, istəyirsən gedək ardası oturaq, babat bir dənə vıraq, eləyək, yiyib içək, hə? Şahmar, sözü dedi ha. Uzatırsan ne? Yaxşı, yaxşı, nə olar? Öldüm, öldüm. Qulaq as, bu fındıq mənə dedi ki, ona belə monitor lazımdır. Həkimlərdə olur, klinikalarda zadda xəstəyə qoşurlar belə. Düt, düt, düt. Neyinin onu bilmirsən? Başa düşmədim. Nə demək istəyirsən ki? Mən bilirəm, mən bilirəm. Mənə dedi ki, anam ağrıyır, anam xəstədir, anama qoşacam. Amma mən dünən onun anasını gördüm, küçə ilə gedirdi, tey etmiş ki, tank kimi. Heç nə də olmayıb, turp kimi sağlamdı. Bildi mi? Bəlkə öz üçün istəyir. Öz üçün? Ola bilər də ya. Ya, nə olar? Günə verim. Əgər bildiyin nəsə varsa, mənə demirsənsə, mən o aparatı anasından çıxardıb sənə qoşacam. Yaxşı? Valla deyirəm, mənim heç nə xəbərim yoxdur. Aparatlarından eşitməmişəm. Bəs salam, gedə bilərsən. Getcim yat. Babat dəydi, babat dəydi. Alçaq hansı deşiyə girib ha görəsən ha? Hara gizləndi? Artıq buralardadır, buradadır, bax buralar. Ev yox, Nurlan, ev yox. Qaqan səni tapacaq. Necəsən bala? Yaxşıyam. Öyrəşə bilirsən? Öyrəşirəm. Lap yaxşı. Lap yaxşı. Sən hara geyirsən? Alışveriş edeceğim. Dedim bugün gelin bir alışveriş edelim. Yaxşı, sonda gözləyim bir yerdə gedərik. Yox, çox sağ olun. Mən taksi çağırtdırmışam. Özüm gedəcəm. Yaxşı, gedəyim, mən səni ötürüm. Maşın hazırdır? Bəli, Tornam, hazırdır. Amma deyəsən məndən qabaqçı sürücü maşına yaxşı baxmayıb. Maşının yağı da antifrizdə, yəni azalmışdı, mən dəyişdim. Lap yaxşı. Deyəsən maşından yaxşı başın çıxır. Bəli, özüm maşın ustasıyam. Amma retro maşınlara daha çox da həvəsim. Maraqlıdır. Atam da retro maşınları xoşlayır. Həm də o maşınlarla bağlı mənə hər şey öyrətmişdi. Hətta bir ara kolleksiyada yığmaq istəyirdik. İnşallah yığarsın. Cahangir evlisən? Xeyr. İnşallah yaxın vaxtlarda evlənərsən. İnşallah. Gedək? Gedək, amma şirkətin yolunu mənə bu səfər siz göstərməli olacaqsınız. Tanımıram. Yaxşı, gəl. Yorulmayasan, gözəlim. Səyid demədim mi axşam gəl? Nə gəzirsən indidən? Bilirəm ki, başın işə qarşı olanda mən yadına düşmürəm. Mən də ona görə indi gəldim. Həm də dedim gəlişimdən səni sevindirim də. Bilirəm ki, mənim görəndə
Ürəyin gedir, amma özünü yandırmırsan. Sən dedin, mən də inandım. Əsəbimi pozma, yaxşı, keç içəri. Keç gəlirəm mən də, keç bir dənə. Niyə? Kimsə gəlib, atası gəlib? Yox, gəlməyib, amma indi gələcək, gəlib eşidəcəklər. Keç içəri, mən də Ay gəlirəm. qız, kim eşidəcək? Yerin qulağı var. Səyid, keç də, gəlib eşidəcəklər, başımıza iş olur. Keç, mən də gəlirəm, yaxşı? Tünə məni belə tələsdirirsən. Tarix mı sanmıyorsun? Ha? Keç gəlirəm, yaxşı. Keç, mən də gəlirəm. Çalındı bir yerdə keç. əcəb kod qoymayıb. Ömrə nə idi?
Alo, Alo. Alo Lale. xanım kimə zəng eləmisiniz? Lale'ye zəng eləmişdim mən. Xanım bu Lalənin nömrəsi deyil, səhv düşmüsünüz. Onsuz da bugün sonuncu gündür. Senin bütün yalanların üzə çıxacaq. Gedib hər şeyi doğrula danışacaqsan. Elə indi. Eşitdin məni? Get, doğrula hər şeyi danış. Yaxşı Lalə. Yaxşı. Qoy sənin istədiyin kimi olsun. Gedirəm indi hər şey deməyə. Hər şey doğrula deyəcəm. Yaxşı. Gəl sən də çıx eyvana biraz hava al, özünə gəl. Mən də Toğrul'la danışım, gələcəm yanına. Gəl. Mən səni çox istəyirəm. Hər şeydən çox. Ona görə də bugün bunu eləyəcəm. Darıxmışdın? Əlbəttə darıxmışdım. Mən səni çox sevirəm axı. Bəs biletləri nə edin? Aldın? Nə bilet? Necə yəni nə bilet? Sən narahat olma. Səni elə yerlərə aparacam ki, heç oradan gəlmək belə istəməyəcəksən. Firuzə xanım, bu gədə burada nə gəzir? Bu sizin zatınıza lənət ha. Mən də deyirəm, bu gədə necə olur ki, bu evə sərbəst girib çıxa bilir? Sən demə elə ilanın başı elə yanımızdaymış ki. Ay kız sen utanmırsan ha? Adam da çörek yediği kaba tüpürer.
Mən xəstə qızımı sənə əmanət eləmişəm. Sən nə etdin, ha? Utanmırsan sən? Bura bax. Nə qədər ki salamatsız, ikiniz də şələ-külənizi yığışdırın. Rədd olun buradan. Tez. Sağ ol səni qoca. Düz deyirlər, insan qocalanda başı gedir. Saçmısan, hə? Kim sən məni buradan qovursan? Mən qoca adamım, he? Bu nə qədər davranmaqdır mənlə? Qoca adamsan, onda ağıllı ol. Nə xoruzlanırsan, hə? Hə? Bizi qatil yuvasına çevirdiyin yerdən qovursan, hə? Çaşmısan, hə sən? Sənin ipin mənim əlimdə də. Deyəsən yadından çıxıb. O pulu da çatdırırsan. İndi çıx çölə bizə mane olma. Doğru. İbrahim, narahat olma. Hər şey yoluna qoyacaq. Sən neynəyəcəyik biz? Hər şey yaxşı olacaq, narahat olma. Sənədlərin hamısı imzalanmalıdır. Çox gecikdirdik. Uzatmayaq, bitirək. Başda doğru mənim. Siz necə istəyirsiniz elə də olsun. Onu işləyik. Hamı hazırdır, bizi gözləyirlər. Yaxşı. Gedirəm, siz də gəlin. Sən bana necə bağışlaya bildin, ha? 2 gün bundan qabaq sənin boşamaq istəyən adam indi necə bağışlayırsan? Sən başa düşmürsən, onu unutmaq üçün səndən vaxt keçirir. Sən də təzədən cicibazı oldun, sevirəm, evlənirəm, xoşbəxt ailə, hə? Bəstədən Şahmar. Axmaq danışma. İndi belə oldu, ha? Amma o gün ağlayıb zar yanında heç belə danışmırdın. Çünki elə bilirdim ki, mənə görə pis olmusan. Fikirləşirdim ki, sən mənim xoşbəxt olmağımı istəyirsən. Amma indi görürəm ki, sənin tək dərdin elə mənə sahib olmaq imiş. Bir də ki, bilirsən də bu söhbətin üstü açılsa nələr baş verə bilər. Sənin üçün heç də yaxşı olmaz. Ağlını başvaya. Belə də ki, mən Toğrulu sevirəm. Toğrul da məni sevir. İndi belə oldu, ha? Bağında saxla.